Mənim üçün ən qorxulu psixoloji xəstəlik bipolyar pozuntudur. Bu mənim şəxsi fikrimdir. Amma təbii ki, tibbə görə şizofreniyadır, narsistlikdir. Bu cür psixoloji hallar daha ciddi qəbul olunur. Təbii ki, şizofreniya artıq təsdiqini tapmış qorxulu bir haldır. Amma mənim üçün bipolyar pozuntu daha ağır bir haldır. Çünki bipolyar pozuntuda şəxsiyyət dəyişkənliyi olur. Yəni iki hal gedir. Ya və yaxud aşırı depressiv vəziyyət, yaxud da aşırı gülən bir insan. Bayaq verdiyimiz suala cavab olaraq. Bu da manik dönəmlər olur ki, həmin bu dönəmdə insan aşırı davranışlar sərgiləyə bilər və yaxud da özünə xas olmayan bir davranışlar sərgiləyə bilər. Üstəgəl də bipolyar pozuntuda insanlar depressiv vəziyyətdə gəzirlər və bu depressiv vəziyyət, ağır depressiv vəziyyət insana nəyi qazandırır? İnsan intihara cəhd eləyə bilər, birdən-birə bütün mal-mülkündən imtina edə bilər və yaxud da öz canına müəyyən xəsarətlər yetirə bilər və yaxud da ətrafındakılara nəsə edə bilər və bu da onun ətrafındakılara da ziyandır. Yəni bipolyar pozuntuda olan insan tək özünə zərər etmir, birbaşa başqalarına da zərər edir.